Juventusdan güclə canını qurtaran Galatasaray yenə də Liverpoola qarşı. Amma bu dəfə hər şey başqa cür ola bilər. Əlbəttə, əgər Florian Wirtz oynasa. Çünki Liverpool həmin Galatasaray məğlubiyyətindən sonra çoxlu dəyişikliyə uğrayıb və həmin anda mövsümün ən uğursuz transferlərindən sayılan Florian Wirtz Liverpoolun topla oyununun qayəsidir. Əgər komandada Wirtz oynamazsa, Galatasaray topu Liverpoola verəcəyi təqdirdə rəqib bu topla rəftar edə bilməyəcək. Çünki Liverpool İngiltərə çempionatında keçirdiyi Nottingham Forest və West Ham oyunlarında baxmayaraq ki, West Ham 5 hesabla darmadağın etmişdi, topla çox bərbad şəkildə rəftar edirdi. Digər tərəfdən Galatasaray ilə maçda ən böyük sual hər iki komandanın sağ cinahıdır. Çünki bir tərəfdən Galatasarayda sağ cinahda Roland Şallay oynayır. Şallay nominal olaraq sağ cinah vingeridir. Juventus həmin zəiflikdən istifadə edərək Galatasarayın sağ cinahını darmadağın etdi. Digər tərəfdən Liverpoolda bu mövqedə nominal oyuncuların hamısı zədəlidir. Ona görə iki variantı qalıb komandanın. Ən ideal belə oyunlarda variant Soboslay ola bilərdi. Soboslay isə Galatasaray azarkeşlərindən çox yaxşı tanışdı. Çünki komandalar arasında keçirilən görüşdə Barış Alper onu sürmüşdü. Aralarında olan 7 duelin 6-sını qazanmışdı və yeganə qolun vurulduğu penaltində məhz Soboslayın folundan gəlmişdi. Digər yandan burada Joe Gomez oynaya bilər. Joe Gomez mərkəz müdafiəçisidir. Əgər Joe Gomez oynayarsa, o deməkdir ki, Liverpoolun buradan build-up'ı axsamağa başlayacaq. Ona görə də Slotun çox ağrıdıcı bir kompromisə getmək məcburiyyəti var. Görək o necə nəticələnəcək. O biri tərəfdən isə mən Liverpoolun daha bir maraqlı elementindən danışmaq istəyirəm. Bu da komandanın Soboslay ilə yanaşı ən yaxşı oyuncusu olan Ugo Ekitike və onun hərəkətindən asılıdır. Baxın, bu epizodda gördüyümüz kimi, əgər maçda Gakpo da forma geyirsə, bu zaman Gakpo nominal yanlış 9 nömrəyə çevrilir və build-up'ın müəyyən fazasında Ekitike rəqibin 6 nömrə mövqeyinə də meydan mərkəzinə qədər düşür ki, bu da bardaqçının yuxarı qalxmaq dilemasını ortaya qoya bilər. Əgər bu olmazsa Liverpool meydanın ortasında üstünlük əldə edir. Sonra isə hücumun ikinci fazasında Ekitike çox sürətli olduğundan çox effektiv şəkildə qoşula bilir. Odur ki, bu maç əvvəlki oyundan fərqli olaraq həddindən artıq maraqlı olacaq. Bu oyunun detallı video analizi YouTube kanalımızdadır. Siz isə şərhlərdə yazın. Bu dəfə də Galatasaray İstanbulda müsbət nəticə əldə edə biləcəkmi?